qeydini aparmışam. Deməli, mövzumuz Karl Jung. Bir dəqiqə. Hə, Karl Jung müəllimlər insanları iki tipə bölür. Ekstravert insanlar və introvert insanlar. Keçən dəfə ümumi bir məlumat vermişdim ekstravert və introvert. İndi daha aydın danışacağam. Ekstravertlər kimlərdir? Ekstravert insanlar, onlar enerjini kənardan alırlar. Onlar səs-küylü yerləri sevirlər, insanlarla münasibətdə olmağı, ünsiyyətdə olmağı sevirlər. Bax, belə bir nümunə deyim sizə. Tutaq ki, deyir dərs bitib, hamı yorulubdur. Və bu ekstravert şagird yorğundur, ancaq o insanlar içərisində olmağı, insanlarla ünsiyyətdə olmaqdan yorulmur. Deyir ki, Ses getdi müəllimənin. niyə? Hə, bu ekstravert insanlar, məsələn, şagird dərsdən çıxıbdı, ekstravert tipə məxsus olan şagird, adətən görmüşük ki, gedər dincələr, tək qalır. Amma o deyir ki, mən insanlar içərisində olanda yorğunluğum çıxır. İnsanlarla bir yerdə olanda mən enerjimi bərpa eləyirəm. Bu insanlar insanlardan alır enerjisini, cəmiyyət içərisində olmaqdan alır enerjisini. Məsələn, onların öyrənmə tərzi necə olur? Onlar yüksək səslə düşünürlər. Bax, müəllim deyir ki, uşaqlar sual verir. Kim bilir deyəndə uşaq sırazı o ekstrovert tipə məxsus olan şagird tez əlini qaldırır ki, mən bilirəm, mən bilirəm. Müəllim, mən cavab verim. Halbuki hələ tam beynində o fikrini tamamlamayıb. Amma danışdıqca fikrini tamamlaya bilir. Yəni danışdıqca düşünür həmin şəxslər. Ünsiyyətdə olduqca düşünürlər. Bunlar hansı insanlar, hansı tip insanlara məxsus xüsusiyyətlərdir? Ekstrovert insanlara məxsus xüsusiyyətlərdir. Bir də var müəllimlər, introvert şəxslər, onlar bir növ bateriya kimidir. Necə yəni bateriya kimi? Onlar adətən öz daxili enerjilərini özlərinlə tək qalanda, çox insanlarla ünsiyyəti sevmirlər. Cəmiyyət içərisində çox qalanda, ünsiyyətdə olanda onlar yorulurlar. Bir növ enerjisi tükənir onlar. Amma özlərlə tək qalanda, baş-başa qalanda enerjilərini bərpa etmiş olurlar. Bayaqkı o nümunə var idi. Dərs bitdi. Ekstrovert şagirdlər yenidən insanlarla bir yerdə cəmiyyət içərisində olanda enerjisini bərpa eləyir. Amma introvert şagirdlər istəyirlər dərs bitdi, getsinlər bir tək qalsınlar, özlərlə baş-başa qalsınlar. Onda artıq onlar təzədən necə deyim, öz enerjilərini bərpa eləyirlər. Bunlar introvert şəxs və introvert şəxs o demək deyil, müəllimlər. Onlar insanlarla ünsiyyətdə olmurlar, cəmiyyət içərisində olmurlar. Xeyr, onlar da ünsiyyətdə olur, cəmiyyət içərisində olur. Ancaq tez yorulurlar. Və ən çox üstünlük verdikləri özlərinin bir güşəsi olur, təklikdə, özlərlə baş-başa qalmağı daha çox. Özlərini bu zaman kəşf edirlər introvertlər. Və sonra gəlirik nəyə? Sonra gəlirik müəllimlər, ambivert. Ambivert Karl Jungun aid deyil. O, Heinzin məxsusdur. O ambivert şəxslər bunun kəşfidir, Heinzin kəşfidir. Ambivert müəllimlər, bu ekstrovert və introvert var idi. Bax, onun qarşığıdır. İkisinin qarşığıdır. Adətən müşahidə aparılıb ki, insanların çoxu hardasa biri ilə 80% ambivert insanlardır. Necə? Həm onlarda introvertin xüsusiyyətləri var, həm ekstravertin xüsusiyyətləri var. Məsələn, elə olur ki, içimizdən məsələn, mən özüm ambivert insanam. Həm cəmiyyət içərisində olmağı sevirəm, lazım gələndə də kənara çəkib özümlə baş-başa qalmağı da sevirəm. İçimizdə bəlkə də elə müəllimlərin çoxu o xüsusiyyətə malikdir. Müşahidə eləsələr özlərində o xüsusiyyətə malikdir. Məsələn, bayaq demədim ekstravertdir. Məsələn, ekstrovert insanlar deyir adətən özləri insanlarla tez ünsiyyətə girirlər, yeni tanışlıqları sevirlər, adətən birinci addımı onlar atırlar. Amma məsələn, ambivertdə də o xüsusiyyətlər var. Həm o var, həmçində bəzən də günün növbəti bir gündə də istəyir ki, onlar tək qalsınlar, özlərinlə baş-başa qalsınlar. Amma məsələn, ekstravertdə onu görməyəcəyik biz. Çünki onlar təkliyi sevmirlər. Eləcə də məsələn, introvertdə sırf onlar sevirlər ki, özləri məsələn, öz enerjilərinin bərpasını təklikdə görürlər. Amma ambivert bunların hər ikisi var. Hər ikisini görürük. Amma yenə deyirəm, ambivert Karl Jungun nəzəriyyəsinə aid deyil. Bu sırf bunu kəşf edən Heinz olubdur. Heinz Eisenbergə məxsusdur. Bu qədər müəllimlər.